Salam aleyküm, kanallarımız hürmetli abunəçiləri, hürmetli dostlar, qadirli vətəndaşlar. Bugünkü satığa çıxan xanadanımız Ürgəncdə Xiva yolunda Burulirdə 2-ci qavatda 3 xanalı arzan narxda kvartira çıxdı əzlə. Mülkiyyətin numerlərini qoyub bərəmiz pryamu özlərinə çıxıb gəpləşib ala versinlər. Mesla plajiyası yaxşı, yola mı yaxın. Maşında girib gələmən desənizlə, birdən girib gəlsənizlə ben tərəfindən 150-200 metrdən girəsizlər. Bundan yenə birinci məhz, ikinci dom, 8-ci dom, axırqı padiz, ikinci etaj 10 tərəfdə yerləşən domuz əlindən yenə maşın qoyulan parkoşi mestaları, babaların oyuncaqları yenə mağaziyalardan mamması yox. Əcayib çıraylıqla götürüb qoydular. Yəni balığı oyuncaqlarını da məcayib zöt gəlirlər. Yola yaxın ilə bundan pişkom girəmən desənizlərəm. Buladı bir 50 metr girib girəsizlər, bir yandan 150-200 metrdir. Narxı 280 milyon som aytılırdı. Ekranda numar kaldıramız mülkiyyəsini pryamu özlərinə çıxıb gəbləşib alışmanız mümkün. Hürmətli vətəndaşlar, bir də su, svet, qaz, transport, bağça, məktəb, heç nəvədən muamma yox. Metropolitaniyasam yaxşı, narxam arzan narxda. Arzan narxda qara birgən vətəndaşlarımızsa bemalal yəni gələsilər, görəsilər üstündə yenə azraq qaytalanan yerə bağ gəlişib doğru nasarsa getsənizlərəm bola verədi. Hürmətli vətəndaşlar, narxını təkrarlab ötəmiz 280 milyon som. Gəlişlərdən yerəm bu, azraq qaytaladı, köp qaytılmıydı. Axırqı narxlar bilən çıxdı özü videomuz. Məsələn getdik, birgəlikdə kvartiramız bilən görüb, danışıb ötəmiz şu doğumuzda yenə. Bismillah, xanalarımızdan girib gəldik. İkinci qavatda yerləşən əcayib Korolevski etajda giriş işləri, dəmir işləri özgərtirilən remont tələb 3 xana kvartira bilən danışıb ötəmiz. Girgənlə bir dənə pirkoloji zonaları, obşi 3 xanadan ibarət, çəptirəmizdə bir də bir xana boğan. Bunu açıb ərib dalan hesabında faydalanan mesta qılğalla. 1-1, bunda 2, 3-cü xanası. İşləri yağacı işlədən. Əcayib mestadır. Mestası zor, tixi mestada yerləşən aynalara, akvaramlarına özgərgən hürmətli vətəndaşlar, bir yerimiz 3'ü ona, uzinası bir 470 ilə bax. Bu tərəfimizdə yenə ikinci xanası boladı, bir yerimiz 3'ü ona, 560 əzmiyədə remont tələb kvartira əzlə. Şimdi remont tələb kvartira qara bilgən vətəndaşlarımıza bir mal gələslə, mülkiyyəsi bilən sodalaşıb, gəlişib ala verəslə. Bir hürmətli vətəndaşlar, nəsə yine kuanı səbəb, köçüşə təyər gəllə, görtürtdə gəllə. Metropolitaniyasam yaxşı. İşləri yağac eşik, zor mesada. Hürmətli vətəndaşlar, birimiz yine ikinci zal qismi buladı. 3'ü ona, 560 əzmiyədə birimizəm. Bələndligəm yaxşı, pəsəməz hürmətli vətəndaşlar. Bələndligəm babır 290'la, 280'la bax hürmətli vətəndaşlar. Su, svet, qazı, VIP, mammasız gəp durdu. Tərəfdə yenə xacətxana, addelni, yumuş xanalara, addelni. İşlər yağac işlərdən. Tərəfimizdə yenə yumuş xanası buladı. Ayaqlıqları kafiyə qılınған. Bir divanlarımız dərəklərəm adam boyundan bəsrə qılıb kafiyə qılğana gəldi. Bu tərəfimizdə isə aşxana qısmı buladı. Aşxanamızın ortaca kətdəlikdə xalasını divanını alıb taşab, birini ovqatlardan mesta qılıb, bu qoloklarını qoyub çıraylı qılıb qoysanızlarını buladı. Aşxananı veranda köçərgənlə gəldi. İşləri yağac eşiklərdən hürmətli vətəndaşlar. Bir yanımıza kətdə düşkən 2-6 rəzmiyyədə, yəni Bələnd polkuqalda teyində padvalına meydəşidə qoyuş üçün şəraitləri bu. Aynalara, akvaramlarına özgərgən hürmətli abunəçilər. Köpəkdən beri adam yaşamayırkən ilk qoyda gəlirlər hürmətli vətəndaşlar. Bir artıq qılınған qaz plitələr qoyğanlar. Metropolitaniyası yaxşı. Əcayib mestada, tixi, zor, aydın yaşaman desəniz, əcayib mestada transport olan muamma yox. Hürmətli vətəndaşlar, 16 marşrutu ötürdü yola bir 150-200 metr yürüb çıxsanız. Burulirdə ikinci qavatda 3 xana narxı 280 milyon som, ekranda mülkiyyətin numerini kaldıran pryamu özlərinə çıxıb, gəlişib ala versə. Dokumentlərdən muamma yox, hürmətli vətəndaşlar. Gələsilə zalokuna bəri doğru, notarda getsənizlərin boladı əzlə. Eğer kanallarımıza abunə olsa, abunə olub, like basıb, qollab, qovat atırsanız sizlərə əcayib işinin arzan narxda kanallarını təqdim qılıb bara verimiz. Həmmiyə sağlıq, amanlıq dilimiz. Yeni roliklərdə görüşüncə, xeyirlə qalınız.